Salam hörmətli izləyicilərim. Bugün də sizə belə bir çox asan toxunan bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Kim istəyir qalın sapda toxuya bilər. Rezinka hissəsini toxumamışam, bu formada toxumuşam. Kimin ürəyi istəyir rezinka da toxuya bilər. Bu ilməklər cüt-cüt yığılan ilməklərdir, 6-6 yığırıq. Mən indi sizə Buradan belə iki naxışı göstərmək istəyirəm. Bu da 4, 6, 10, 12, 16 ilmək. 16 ilməkdən olan bir naxışı toxumaq istəyirəm. Bu naxışdan da ki, siz jilet, jaket, sviter, papaq, nə istəsəz toxuya bilərsiniz. Böyük üçün, kiçik üçün fərq eləmir. İndi bunun üçün mən belə bir sapı götürürəm. 16 ilməyimi yığıram bunun üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım. İlməklər hələ bəs eləyir bunu toxumağa. Artıq sapı da buradan kəsirəm. Maneçilik eləməsin. Mən burada rezinka toxuyan deyiləm. Hər iki üzdən bir sıra tərs toxuyacağım. Bura indi düz üzüdür. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Mən rezinka toxumadım. Siz hansı formada istəyirsiniz toxuya bilərsiniz rezinkanı. Kənarı da tərs toxudum. İndi tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən, bura düz üzdür. Düz üzdən 4 ilmək tərs toxuyuram. Kənarla bir yerdə. 1, 2, 3, 4 ilmək. Tərs toxudum. Bu sondakı bu 2 ilməyin arxa tərəfindən bir ilmək götürürəm. Sonra 2 ilməyin içindən belə götürdüm, toxudum. Yenə 4 ilmək. 1, 2, 3, 4 ilmək. Toxudum, tərs. Bu sonraki bu 2 ilməyin arxa tərəfindən bir ilmək çıxardıram. Sonra həmin 2 ilməyin içindən yenə bir ilmək çıxardıram. 2 ilməkdən 2 ilmək olur. Yenə kənarda 4 ilmək. 2, 3, 4. Tərs üzündən indi bütün ilməkləri hamısını tərs toxuyuram.
formada. İndi bu üzdən yenə həmin tərsləri 4 tərsi toxuyuram. Yenə eyni şeyi təkrar edir. Bu 2 ilməni yenə də eyni formada arxasından götürüb sonra içindən bir ilmək çıxardıram. Sonra yenə 4 tərs. Yenə də bu 2 ilməyin arxa tərəfindən bir ilmək götürürəm. Sonra 2 ilməyin içindən yenə bir ilməyi çıxardıram. Sonra yenə 4 tərs. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Formada. İndi burada çox toxunmağın mənası yoxdur. Eyni şeyi yenə də hər sırada təkrar edirik. Arxa sırada heç bir dəyişiklik olmur. Hamısı tərs toxunur. Biraz toxunandan sonra bu formada belə bir naxışa alınır. Bu sapı istəsəniz biraz qalın da götürə bilərsiniz. Mən belə toxumuşam. Yəni 100 qramlıq 350 metrlik sapdır. Mən toxuduğum. Siz biraz qalın da götürə bilərsiniz. İstəsəz bunu. Papaq toxumaq istəyəndə biraz qalın götürərsiniz. Yəni bu naxışdan uşaq üçün, böyük üçün, jilet, jaket, nə istəsəz toxuya bilərsiniz. Toxunması da çox asandır. Bu araları da ki mən 4-4 saxlamışam. Kimin ürəyi istəyir 3 saxlayar, kim istəyir 5 saxlayar. Yəni kimin ürəyi necə istəyir, biraz aralı istəsəz biraz çox da saxlaya bilərsiniz. Sağ olun, gələn videomda görüşənə qədər.